Ötən videomuzda sizlərə UPS-lərin nə olduğunu və onların iş prinsipi haqqında danışmışdıq. İndi isə sizlərə düzgün model seçimi, UPS-lərin qoşulma məntiqini və ümumiyyətlə necə işləyəcəyini göstərəcəyik. Bizim nümunədə bir UPS, bir monitor və bir kompüter olacaq. İlk növbədə düzgün UPS seçimi ilə başlayaq. Nəzərə almalı olduğunuz ən vacib birinci məqam UPS cihazına düşəcək yükün normaldan çox olmamasıdır. İkinci vacib məqam isə qoşulacaq cihazların 1 saat ərzində neçə kilovat-saat enerji istehlak etməsinin düzgün təyin edilməsidir. Mən sizə bundan başlayaq. İlk növbədə UPS-ə qoşmaq istədiyimiz cihazların neçə watt-saat enerji istehlak etdiyini hesablayaq. Bu məlumat adətən istifadəçi manualında, rəsmi veb-saytda, adapterın üzərində və ya cihazın arxa hissəsində qeyd olunur. Bizim nümunədə olan Hikvision dəyərli monitor modeli 24 watt-saat, kompüterimiz isə 120 watt-saat enerji istehlak edir. Ümumilikdə isə cihazlarımız 144 watt-saat enerji istehlak edir. İndi isə keçək UPS seçiminə. Məsələn, Hikvision brendi sizlərə ev və ofisdə istifadə üçün 4 müxtəlif UPS modeli təklif edir. DS600, DS1000, DS2000 və DS3000 modelləri ən populyardır. DS600 modelindən başlayaq. Qutunun üzərində olan məlumata əsasən DS600 UPS modeli 360 watt-saat enerji tutumuna malikdir. Az öncə qeyd etdiyimiz kimi, bizim cihazlar 1 saat ərzində 144 watt-saat enerji istifadə edirlər. Sadə hesablama ilə, yəni 360-ı 144-ə bölməklə cihazlarımızın neçə saat işləyəcəyini tapa bilərik. Bizim halda bu müddət 2 saat yarım olacaq. Yəni işıqlar sönən zaman DS600 UPS modeli müəyyən istilik enerji itkilərini nəzərə almaqla 2 saata yaxın cihazlarınızın işləməsini təmin edəcək. Bu məntiq ilə DS1000, DS2000 və DS3000-in hansı müddət ərzində işləyəcəyini rahat hesablamaq olar. Əla, bizə uyğun olan UPS modelini seçdik. Qutudan çıxan UPS modeli ilkin istifadə öncəsi 4-6 saat mütləq şarj olunmalıdır. Bu müddətin tamamında artıq cihazlarınızı UPS-ə qoşub, UPS-i isə öz növbəsində elektrik şəbəkəsinə qoşub işə salırıq. Artıq kompüterimiz qəfil enerji kəsilməsindən etibarlı müdafiə olunub. İndi isə qəfil enerji kəsilməsini simulyasiya edək. UPS modeli dərhal ehtiyat batareyadan istifadəyə keçir və bu haqda qısa səs siqnalları və ön paneldə yerləşən LED işıqları ilə xəbərdarlıq edir. Bu müddət ərzində siz kompüterinizi və digər cihazlarınızı tam təhlükəsiz formada söndürə bilərsiniz. Bu və ya digər UPS modelləri haqqında daha ətraflı məlumat üçün Eurosec.az saytına daxil olun və ya Koroğlu Rəhimov 77-3A ünvanında yerləşən mağazamıza yaxınlaşın.